Müğənni Rəqsanə İsmailova bugün sənət dostlarını, yaxınlarını və tanışlarını bir araya toplayaraq doğum gününü təntənəli şəkildə qeyd edir. Paytaxt restoranlarından birində təşkil olunan məclisdə sənətçi 47 yaşını qeyd edir. Doğum günü mayın 25-nə təsadüf etsə də, həmin tarixlərdə Naxçıvanda konsert proqramı ilə çıxış etdiyinə görə özəl gününü mayın 31-də qeyd etmək qərarına gəlib. Uzun illərdir Azərbaycan səhnəsində fəaliyyət göstərən Rəqsanə İsmailova özünə məxsus ifa tərzi, hit mahnıları və fərqli səhnə performansları ilə geniş tamaşaçı sevgisi qazanıb. Bunu sənətçinin bir neçə gün əvvəl Naxçıvanda Saat meydanında baş tutan xalq konserti bir daha sübut etdi. Minlərlə insanın qatıldığı konsertdə 12 mindən çox tamaşaçının iştirak etməsi Rəqsanənin illər keçsə də sevilən sənətçilərdən biri olaraq qaldığını göstərdi. Bu maraq və sevgi isə onun uzun illər ərzində zəhmətlə qurduğu sənət yolunun nəticəsidir. Rəqsanə İsmailova tamaşaçılarının sevgisini qorumaq və onların rəğbətini doğrultmaq üçün yaradıcılıq fəaliyyətini dayanmadan davam etdirir, yeni layihələr və musiqi işləri üzərində çalışır. İllər keçsə də onun səhnəyə və tamaşaçıya olan sevgisi dəyişməyib. Bugün keçirilən doğum günü məclisində şou biznes nümayəndələrinin, sənət dostlarının və sənətçinin yaxın çevrəsinin iştirak edəcəyi bildirilir.